Deyir ki, 2-ci Aleksandr Krım müharibəsindən sonra görür ki, ölkədə babat texniki, sosial, siyasi, ictimai gerilik var. Deyir ki, indi nə lazımdır? İslahatlar. Amma burjua islahatları. Bax, burjua inqilabı ayrı şeydir, burjua islahatları ayrı şeydir. Bunları bir-birindən ayırmaq lazımdır. Və o islahatlara başlayanda hansı sahələrdə islahat keçirmişdi, onları qeyd edirəm. Və lövhəmizin bu hissəsində 2-ci Aleksandrın həyata keçirdiyi burjua islahatlarından söhbət edirik. Birinci sırayla gedirik. 1861-ci ildə deyir, təhkimçiliyin ləğvi ilə bağlı qərar verilir. Təhkimçiliyin ləğvi ilə qərarına görə kəndlilər ödənç müqabilində, yenə bu ödənç məsələsi gündəmdə idi, ödənç müqabilində öz torpağını, belə deyim ki, şəxsi mülkünə çevirə bilərdilər. Hansı ki, bizdə də 1870-də eyni hüquq verilmişdi. Və eyni zamanda kəndli vətəndaşlıq hüququ alır. Bax, bu önəmli cümlədir. Bax, bunu bayaq deyirəm, yenə deyirəm, azad taxılçılarla qanununa demir, bunu məsəl üçün Stolypin aqrar islahatında demir. Bunu 1861-ci ildəki islahatda deyir ki, kəndlilər, azad olan kəndlilər, yəni təhkimçilikdən qurtulan kəndlilər, vətəndaşlıq hüququ alırlar, torpaq sahibi ola bilərdilər və azadlıq əldə edirlər. Yəni, təhkimçilik aradan qaldırılır Rusiyada. Amma tamamilə yox. Rus kəndlilərin ödənişi pulu olmadığı üçün dövlət tərəfindən pul alırlar və ruslar çevirirlər müvəqqəti mükəlləfiyyətliyə. Bu da 1881-ə qədər Rusiyada davam edir, 1912-13-cü ilə qədər bizdə davam eləmişdir. Və kəndli islahatın müsbət xüsusiyyəti o olur ki, belə deyim ki, azad olma istiqamətində, kapitalizmin inkişafı istiqamətində mühüm bir təsir olur. Nə yadıma düşür, onu fikirləşirəm. Bayaq sənaye çevrilişinə danışanda orada bir dənə cümlə indi gözümün qabağından belə getdi. Deyir ki, Rusiyada sənaye çevrilişi təhkimçiliyin ləğvindən əvvəl, amma sənaye texniki çevriliş. Amma Rusiyada sosial çevriliş təhkimçiliyin ləğvindən sonra həyata keçirilmişdir və artıq biz burada deyirik. Yəni 61-ci ildən sonra Rusiyada sosial çevriliş baş vermişdir. Sosial çevriliş nədir? Əhali təbəqələrinin dəyişməsi. Təhkimli kəndin bir hissəsi varlı kəndli, bir hissəsi kasıb kəndli, bir hissəsi ortapap kəndli. Bu sayədə sosial dəyişikliklər olur, təbəqələşmə baş verir cəmiyyətdə. Və ikinci söhbət eləyəcəyimiz sahə Zemstvoda 1864-cü ildə keçirilmişdir Zemstvo islahatı. Zemstvo islahatında elə bir güclük yox idi, seçkili orqan idi. Bu daha çox mədəniyyət, təhsil, nə bilim belə bir işlərə baxırdı. İqtisadiyyatın müəyyən şeyinə baxırdı. Belə tutarlı bir şey yoxdur. Bir dənə də onu deyə bilərəm ki, bu islahat Azərbaycanda keçirilməmişdi. Topuda belə bir sual var ki, ümumiyyətlə burjua islahatları dövründə hansı islahat Azərbaycanda keçirilməmişdi? Bu Zemstvo islahatıdır. Sonra məhkəmə islahatından söhbət edilir. Məhkəmə islahatından Azərbaycan haqqında geniş danışmışam, yenə də danışmalıyam. Ən burjua xarakterik göstəricili islahat bu islahatdır. İslahata görə hakimlər xalq tərəfindən seçilməlidirlər və hakimlər yalnız məhkəmənin qərarı ilə belə deyəm ki, vəzifəsindən azad ola bilərlər, hökumət tərəfindən yox. Hakimlərin hökumətdən asılılığı aradan qaldırılır, yaxşı xüsusiyyətdə açıq keçirilməlidir, vəkil tutma hüquqları var idi, sonra ümumi məhkəmələr yaradılmışdı, bizdə də vardı, o silki məhkəmələr ləğv olmuşdu və s. Yəni, bu məhkəmə islahatının müsbət xüsusiyyətləridir. Sonra söhbət edirəm sizə şəhər islahatında, bir kəlmə orada yazır ki, şəhər duması yaradılmışdır, başqa bir şey yoxdur. Və hərb islahatından söhbət edəndə isə orada deyir ki, rekrut rejiminin əvəzinə ümumi hərbi mükəlləfiyyət tətbiq olunur və hərb müddəti azaldılır. Və bu hərb müddətinin azaldılması elə indicənə mənim ağlıma gəldi ki, İngiltərədə deməli 1154-1189-cu illərdə hakimiyyətdə olmuş 2-ci Henrixin dövründə də qalxan pul islahatı və ondan sonraki tədbirlər hissəsində var ki, hərbi deməli müddəti azaldılmışdı və bundan oxşar xüsusiyyət ola bilər bu yerində. Bir də nə dedim? Rekrut rejimindən söhbət edim. Rekrut rejiminin tətbiq olunması 1-ci Pyotrun hakimiyyət dövründədir. Ləğv olunması isə 2-ci Aleksandrın hakimiyyət dövründədir. Və bir də orada bir neçə dənə şey var idi ki, konkret hansısa bir sahəyə aid edilmiş, sadəcə sosial-iqtisadi tədbirlərdir. Şəkər, tütün, duz sahə dövlət inhisarına alınır. Xarici kapital təşviq olunur, gəl deyil. Dövlət bankı yaradılır, dəmir yollarının çəkilməsi sürətləndirilir. Bir də ki, bu dövründə əslində, belə deyəm ki, Nikolayın dövründən olan senzura, o bürokratiya zəiflədilmişdi, nəzarət zəiflədilmişdi, muxtariyyətləri bərpa olunmuşdu universitetlərin, eyni zamanda mətbuat üzərində nəzarət zəiflədir, müstəqilləşmə və belə deyək ki, maariflənmənin nəticəsində bu dövrdə Azərbaycana fikir verək illərə
hakimiyyətdə olubdu 55-81 Azərbaycanda o demokratikləşmə dövrü var. Məsəl üçün xalq hərəkatı var, əkinçisi olsun, digəri olsun. Məsələn, həmin dövrə təsadüf edir, həmin nümayəndələrin artıq yetişmiş halda olması. Rahat yaza bilirdilər, nisbətən rahat yaza bilirdilər. İndi mən 2-ci Aleksandrın daxili siyasətini danışdım, indi isə xarici siyasətini söhbət edirəm. Ümumiyyətlə biz burada söhbət eləyəndə 3 dənə hissədən danışacağıq 2-ci Aleksandrın dövründə. 1. Mərkəzi Asiya uğrunda mübarizə. 2. Şimali Qafqaz uğrunda mübarizə. 3 də Osmanlı ilə müharibə. Onun yəni xarici siyasətində 3 dənə başlıca istiqamət var. Digər danışdığım hadisələr istisna olmaqla, amma bir dənə də şey yadıma düşdü ki, 2-ci Aleksandrın dövründə deməli 1858-ci ildə Çinlə deməli Ayqun müqaviləsi imzalayıbdı, bir də 1860-cı ildə Pekin müqaviləsini imzalayıbdı. Bunu Çin dərsində keçirik. Lakin indi proses olaraq o 2-ci Aleksandrın dövrünə düşür. Əziz abituriyentlər, siz də diqqətli izləyirsiniz, ümumiləşdirirsiniz, test çıxardırsınız ortaya. Və xarici siyasətə keçməzdən əvvəl bir dənə məlumatı sizə vermək istəyirəm. Əslində bunu biraz təəssüf hissi ilə bildirirəm, çünki bayaq demin çıxartdığım model testlərə baxırdım. Açıq heç oturub testlərə baxmamışam, prosta bir-iki suala baxdım, keçdim. Sonra demin o gün keçirdiyi sınaq imtahana baxdım və məndə belə bir şübhə oyandı ki, ola bilsin bu yay, yəni bu sezon olan, 11-lər üçün olan blok imtahanları digər keçən illər nisbətən çətin olsun. Keçən il çox asandı idi. Tarixdən söhbət gedir. Təbii ki, mənim coğrafiyaya aidiyyətim var, riyaziyyata aidiyyətim var. Lakin bunu dəqiqləşdirməmişəm hələ. Oturub tam incələyəndən sonra sizə məlumat verəcəm. Bu bir. Bu reklam hissəsidir. Ötürün düyməsi də yoxdur. İkinci hissə odur ki, keçən videoda demişdim ki, aprelin 1-dən etibarən yeni ultra sürət qrupumuz fəaliyyətə başlayır. Uşaqlar yazırlar ki, ultra mənası nədir, niyə belə bir şey eləmişsiniz? Bu sadəcə bir zarafat mənasındadır. Sadəcə ultra sürət qrupunun məzunu ondan ibarətdir ki, 17 martda fəaliyyətə başlamış sürət qrupundan fərqli olaraq bunun vaxtı 2 həftədə daha azalır, daralır. Və avtomatik belə olduğu tərəfdə mövzuların həcmi daha da çoxalır. Yəni, ultra sürət qrupuna müraciət eləmək istəyən abituriyentlərimiz daha yaxşı baza biliklərinə məlumat sahibi olmalıdır ki, qısa müddətdə biz onu təkmilləşdirək və imtahanda, belə deyəm ki, ürəyimiz istəyən kimi nəticə əldə edə bilək. Və onu da qeyd edirəm ki, mən keçən il sürət qrupuna açanda aprelin 1-i fəaliyyətə başlamışdım. Və aprelin 1-dən sonra qoşulmuş uşaqlarla daha güclü bir nəticə, istənilən nəticə əldə elədik. Yəni, onu demək istəyirəm ki, özünüzə güvənirsinizsə, nəticənizin yaxşı olmağını istəyirsinizsə və mənə də təbii ki, güvənirsinizsə, aprelin 1-i üçün sürət qruplarınıza müraciət etməyə tələsirsiniz, sonra da davam edirik müharibədən. İndi birinci dedim ki, bayaq əslində bundan ucundan qulağına söhbət eləmişdim. Dedim ki, Şimali Qafqazın işğalı məsələsi 18-ci əsrdən əslində başlamışdı Şimali Qafqazda Rusiya işğalına qarşı mübarizə. Şimali Qafqazda əslində bundan ətraflı söhbət eləyə bilərəm, amma indi eləmək istəyirəm. Çünki orada heç düzəməli şey yoxdur. Müridizm hərəkatı idi. Şeyx deməli Şamilin başçılığı altında başlamışdı ifadəsi səhvdir. Çünki 18-ci əsrin sonlarından artıq başlamışdı Şeyx müridizm hərəkatı. Şeyx Mənsurun başçılığı altında, kitabda adını axtarıram, bax qazaram. Şeyx Mənsurun başçılığı altında başlamışdı. O, Yekaterinanın qoşunlarına 2 dənə döyüşdə qarşılaşmışlar. Bir, deməli 1785-1790. Bu döyüşlərdə birincidə müəyyən qədər qalib gəlsə də Aldavul döyüşündə, ikinci döyüş Kuban döyüşündə məğlub olur, əsir düşür və s. Amma müridizm hərəkatı başa çatmır, Şeyx Şamilin dövründə yeni bir çiçəklənmə baş verir. Deyək ki, Şeyx Şamilin özünün mövcudluq və fəaliyyət iliyi 1834-59-cu illəri əhatə eləyir və orada Şeyx Şamilin yaratdığı rejim vardı, imamət. Dini qaydalara əsasən və ruslara qarşı cihad elan eləmişdi. Azərbaycandır, Osmanlı bu müsəlman ərazilərindən əlaqə yaratmışdı və s. Dağlı hərəkatı. Bəli, bu dağlı hərəkətidir. Bir şeyə diqqət edirik orada. Nədir o? 1859-cu ildə Şeyx Şamil düşür. Şeyx Şamilin düşməsi 2-ci Aleksandrın fəaliyyətinə dövrünə düşür. Amma Şeyx Şamilin, belə deyək ki, öldürülməsi ilə, yaxud həbs olunması ilə Şimali Qafqazın işğalı başa çatdı ifadəsi səhvdir. Çünki Şimali Qafqazın, yaxud bütün Qafqazın işğalı başa çatması 1864-cü ildir. Görürük, arada 5 il fərq var. Deməli, mübarizə davam edir. Bu şeyə bir dənə diqqət edirik, dostlar. Və bunun sonrasında indi Mərkəzi Asiyadan söhbət eləməliyim. Ümumiyyətlə, biz
19-cu əsrin ortalarında, yəni deyim ki, 1-ci Nikolayın dövründə Qazaxıstan işğalının başa çatdığını oxuyuruq. Və bunun ardınca 2-ci Aleksandrın dövründə o mərkəzi Türkistan ərazisində, Mərkəzi Asiyada Türkistan ərazisində 3 dənə dövlət vardı. Buxara, Xivə, bir də Kokand. Və bunların öz aralarında mübarizə gedirdi və özlərinin daxilində belə tayfalar arası çəkişmə gedirdi deyə bunlar gücü bizim xanlıqlar kimi idilər də. Yəni gücü bir yerə qoyub ruslara qarşı mübarizə apara bilmirdilər. Bu da rusların işini təbii ki, asanlaşdırırdı. Və ümumi bu mübarizənin nəticəsində 1864-dən 1895-ci ilə qədər Türkistanın işğalı həyata keçirilmişdi. Burada da bir şey diqqət edirik. Türkistanın işğalının həyata keçirilməsi başlanması 2-ci Aleksandr dövrünə düşür. Amma bitməsi 2-ci Nikolayın dövrünə düşür. Onun illərinə xahiş edirəm fikir verək, 95-də bitir. Çünki Pamirin işğalını, amma o təzə kitabda Pamir sözü yoxdur. Burada İlyavan işğalı. Hə? İl var. Onu deyirdim ki, və bu mübarizənin nəticəsində deyir ki, Xivə ilə Buxara asılı salınır, Kokand süquta uğradılır və bu da onun Mərkəzi Asiya işğalıdır. İndi isə biz söhbət edirik Osmanlı ilə olan müharibədən və Osmanlı ilə olan müharibə əhatə edirdi və deyir 1877-78-ci illərdə Osmanlı ilə Rusiya arasında yeni bir müharibə baş verir. Müharibənin səbəbi Balkanlarda, fikir ver ona, deyir Balkanlarda yeni ərazi ələ keçirmək istəyi idi. Bax, bizi çaşdırmaq üçün başqa bir şey deyə bilər. Biz Balkanlar sözünü orada götürməliyik. Və bu müharibənin nəticəsində San Stefanın sülhü imzalanıb. Düzdür, müharibədə yekunda Rusiya qalib gəlib, Osmanlı məğlub olubdu. Amma bəzi Avropa dövlətləri bayaq dediyim güc tarazlığı söhbətinə görə Rusiyanın tam qalib gəlməsinə imkan vermirlər. Ona görə Berlin Konqresini çağırırlar. Bu dərsin içində, yəni Rusiya dərsinin içində nə San Stefan haqqında məlumat verilmir, nə də Berlin Konqresi haqqında məlumat verilmir. İkisi haqqında da Osmanlı dərsinin içində danışmışam. Girib ətraflı Osmanlı dərsini izləyə bilərsiniz. Bu 2-ci Aleksandrın maşının altına partlayan atırlar və 2-ci Aleksandrın ölümündən sonra hakimiyyətə 3-cü Aleks gəlir. Hakimiyyətdə olub 1881-dən 1894-cü ilə gedir. Bu qəddar adam oldu, bəli. Və ona görə də bunun dövrünü xalqlar həbsxanası adlandırıblar, Çar Rusiyasını. Və o bayaq o Nikolaydakı jandarm söhbətində burada da yenə qeyd edirəm. Hansı hökmdardır ki, onun dövründə Rusiyanı xalqlar həbsxanası adlandırıblar, o 3-cü Aleksandr idi. 2-ci Aleksandrın terrorla öldürülməsinin nəticəsində bu qaydaları sərtləşdirir. Senzurası olsun, məhdudiyyəti olsun, qırğını olsun, xristiyanlaşması olsun, Yəhudilər, Başqırtlar, Azərbaycanlılar fərqi yoxdur. Xüsusilə də müsəlmanlar və qeyri-xristiyanlara qarşı zor tətbiq işlədir. Amma zor eləmir, zor tətbiq işlədir. Yəni bu pis adam olur. Yəhudilər də eyni zamanda, yəni bizimkilər də eyni şeyi tətbiq edir. Və bunun dövründə belə deyim ki, bir dənə Azərbaycan tarixində biz keçdiyimiz hərbi vergisidir, 1887-də tətbiq olunub, bunun hakimiyyət dövrünə düşür. Ondan savayı elə ələ gələsi bir şey yoxdur bunun dövründə. Ona görə uzun danışmırıq. Keçirik 2-ci Nikoşun dövrünə. Və qanuni olaraq Çar Rusiyasının sonuncu hökmdarı 2-ci Nikolaydır. Və Romanovlar sülaləsinin sonuncu hökmdarı. 3-cü Nikoş vardı, onu Leningin qundaqda gülləlibdir. Hakimiyyətə gələndir. 94-dən 1917-yə qədər hakimiyyət olub, hakimiyyətin təbii ki, 2 yerə bölürük. Daxili siyasət, xarici siyasət. Yəni, xarici siyasət elə sən deyən nəsə olmayıb, amma yenə də var da, Rus-Yapon müharibəsi var orada. Eyni zamanda, bayaq nədən danışırdım? Mərkəzi Asiyanın işğalının başa çatdırılmasından danışım, Türkistan, bunun hakimiyyət dövrünə düşür. Eləcə Rus-Yapon müharibəsinə danışaq. Ümumiyyətlə, 1900-1903-cü illərdə dünya dövlətlərinin əksəriyyətində böhran oldu. Və bu böhran zamanı təbii ki, Rusiya iqtisadiyyatda zərbə görmüşdü. Böhrandan sonra, böhrandan az bir qədər sonra, yəni 1945-ci illərdə Yaponiya ilə Rusiya arasında bir müharibə baş verir. Qısaldıblar burada o müharibəni, sadəcə məlumat verirlər, Yaponiya içində geniş söhbət edəcəyik. O müharibə haqqında məlumat veriblər ki, Ruslar məğlub olur, Yaponlar qalib gəlir. Bu müharibədəki məğlubiyyətin nəticəsində Rusiyada burja inqilabı baş verir. Və bu burja inqilabı əhatə edir 1905-7-ci illəri, onu qeyd edirik, 1905-1907. Burja inqilabının nəticəsində 5-ci Peterburqda qanlı qırğın baş verəndən sonra burja inqilabı daha da alovlanır. Onun ən zirvən, o şeydə də Rusların ənəvi siyasəti tətbiq olunur, milli ayrı-seçkilik, milli qırğın siyasət törədilir ki, əhalinin fikri yayılsın. Amma o istənilən effekti vermir, ona görə də
2005-ci ilin deyərdim ki, oktyabrında söz mətbuat vicdan azadlığı verilir və dekabr ayında Moskvada zirvə nümayiş olunur. Moskva nümayişi zirvə nöqtəsi olur. Ondan sonra da yavaş-yavaş zəifləməyə başlayır. 1906-cı ildə 1-ci dumaya seçkilər keçirilir. Sonra o buraxılır. 7-də 2-ci duma seçilir. Sonra o buraxılır və 2-ci dumanın buraxılması ilə burjua inqilabı başa çatır. Və bir də orada 1806-cı ildə Stolypin baş nazir seçilməyindən söhbət edirik ki, Stolypin dövründə, qoy onu da bir dənə qeyd edeyim, xətrinə dəyməsin. 1906-1910. Stolypinin baş nazir Stolypinin baş nazir seçilməsi ilə daxildə verdiyim sərt rejim biraz da qaldırılır. Belə ki, bizimkilərə, yəni milli azlıqlara qarşı nəzarət gücləndirilir. Plus onların hüquqları azaldılır, genişləndirilir, azaldılır. Və orada, belə deyək ki, 10-cu ildə islahat keçirir, aqrar islahat. Və bu aqrar islahatda nə söhbət eləyir? İcma torpaqları parçalanırdı kəndlər arasında. Kəndlər istədiyi icma torpaqlarına çıxır, icma torpaqlarına payına düşəni ala bilərdi. Torpaqsız kəndlər Qafqaza və Sibirə, belə deyək ki, köçürülür. Mərkəzi Asiyaya köçürülür. Bu əslində mahiyyəti nədən ibarət idi? Ruslara aid bir şeydir. Mən hələ o yadıma düşdü ki, 1-ci Nikolayın dövründən hələ Mərkəzi Asiyanın işğalına başlayanda, yəni Qazaxıstanın işğalı olsun, 2-ci Aleksandrda Türkistanın işğalı, işğal elədikləri ərazi Azərbaycanda da eyni şey tətbiq olunub olsa, xeyli şey köçürürlər. Rus ailələr köçürürlər. Yəni möhkəmlənmək məqsədi ilə həyata keçirilir. Burada da eyni sistem var. Məsələn, sən Moskvada yaşasan, torpağın yoxsa istəyirsənsə, sadəcə gəl Bakıda tutaq ki, torpaq verək. Məqsəd burada rus kəndlərinin məskunlaşdırılması. Bir dənə qəfil danışanda nəsə gəldi, gözümün qabağından belə keçdi, saxlaya bilmədim deyə. Fikrim ona görə yayındı və 10 saniyə duraqladım, düşlər demişim. Nəsə orada elə bir ki, bir dənə cümlə var idi, o cümləni vurğuluyordum həmişə. Kəndli islahatındaydı, yoxsa azad dağılışlar haqqında qanundaydı. Neysə, ta getdi. Gələn də ölü. Və dəyərli abituriyentlər, Stolypin islahatından sonra bizə bu dərsin içində işinə verilir. Bir də Rusiya dərsinin içində Nikolayın devrilməsi falan hadisələrdən söhbət edəcəyik gələcəkdə. Özünüzə yaxşı baxın. Yaz ayında təhlükəli aydır. Yaz ayında ehtiyatlı olmaq lazımdır. Çünki evdən çölə çıxırsınız ki, hava istidir. Əyinizi nəyəzi edib çıxırsınız. Axşam evə gələndə görürsünüz, hava soyuqdur. Ondan sonra da biz tərəfdə belə bir deyim var, qabırğanız qalınlayır, yəni soyuq alırsın. Ona görə səhər-səhər sinoptiklər də elə bunu deyir. Səhər-səhər evdən çıxanda nəyinizi kutka götürün üstünüzə. Şəhərdə ola bilər də qəfil Dubay havası nümayiş olunar, kutkanı çıxardarsınız, çiyninizi asarsınız, belinizi asarsınız, o ölsün öz işiniz. Amma imtahan ərəfəsidir. Xəstələnmək istəmirsinizsə, özünüzə yaxşı baxın. Və videonu da təbii ki, bəyənin. Çünki bu sizin borcunuzdur.